Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 26 oktyabr 2025 tarixində OTK-nın ikinci qruplar üzrə keçirmiş olduğu blok fənləri üzrə sınaq imtahanı nömrə 1-də düşən riyaziyyat suallarının izahlarını paylaşacağım. B variantının suallarına baxırıq. Riyaziyyatda deməli birinci sualda deyir ki, ədədinin kəsr hissəsini tapın. Deməli, bu ədədin kəsr hissəsini tapmaq üçün, bir ədədin kəsr hissəsini tapmaq üçün onun tam hissəsini onun çıxmaq lazımdır. Bunu necə müəyyən edəcəyik? 130-dan təxminən neçə çıxır? Yəni 130 belə deyək də 11-in kvadratı ilə 12-in kvadratının arasında yerləşir də. Çünki 11-in kvadratı 121 eləyir, 12-in kvadratı 144 eləyir və 130 da 121 ilə 144 arasında yerləşdiyinə görə, deməli 130-dan təxminən 11 tam onda neçəsə çıxacaq. Məsələn, 11 tam onda 4 çıxacaq tutaq ki, misal üçün. Onda 2025-dən çıxıram 11-i. Yəni bunun tam hissəsi olur neçə? 11. Çıxıram 11 tam onda 4-ü də təxminən çıxıram. Görüm neçə olur? 16, 4-dən 1 çıxanda 3, 1, 0, 2. Yəni bizim alınacaq ədədin tam hissəsi 2013 olacaq. Onda bizdən axı kəsir hissəni soruşur. Bir ədədin kəsir hissəsini tapmaq üçün həmin ədəddən onun tam hissəsini çıxmaq lazımdır. Yəni biz bundan çıxacağıq 2013-ü neçə alınır? 2025-dən 2013 çıxanda qalır 12, çıx kök hətta 130. Və bu da bizim ədədin kəsr hissəsi olmuş olur. Doğru cavab A variantı. Növbəti suala baxaq. Tənasübdən x-i tapın deyir. Burada dövr verilib. Dövrü əvvəlcə kəsrə çevirirəm. 9-da 7 bölü x bərabərdir. Bu hissələrdə düzgün olmayan kəsrə çevirirəm. 3-də 3-ü 1-ə vuranda 3, üstünə 2 gələndə 5 bölünsün. Bunu da düzgün olmayan kəsrə çevirəndə 7 ortaq məxrəc, 7-ni 2-yə vururam 14, üstünə 4 gəlirik 18. Tənasübün kənar ədlərinin hasili orta ədlərinin hasilinə bərabər olur və vururuq onda. 9-da 7-ni vururuq 7-də 18-ə bərabərdir x vurulsun 3-də 5-ə. 9 ilə 18 ixtisar gedir, 2 qalır, 7-lər də ixtisar gedir. X də bərabər olur. Tənasüblə 3-ü 2-yə vururam 6, məxrəcə də 5 düşür. Və cavab olur 5-də 6, yəni 1,2 A variantı. Baxaq növbəti suala. Üçüncü sualda A həqiqi ədədi üçün ifadəsinin ən böyük qiymətini bizdən soruşur. Deməli, bu ifadənin ən böyük qiymət ala bilməsi üçün, bax bu hissə özünün ən kiçik qiymətini almalıdır. Nəyə görə? Çünki mən 43-dən çıxacam axı burada alınan cavabı. Bu çıxılan nə qədər böyük olarsa, fərq o qədər kiçik olar. Axı bizə fərq ən böyük olsun deyir. Ona görə də biz çıxılanı nə qədər kiçik götürsək, fərqimiz bir o qədər böyük olacaq. Yəni buranın ən kiçik qiymətini götürəcəyik. Buranın ən kiçik qiyməti burada toplamı olduğuna görə təbii ki, bu A kvadratı 0 olmalıdır ki, 0-ın üstünə 2 gəlim. Çünki kvadrat olduğuna görə A-ya mənfi ədədlər də versəm, onun kvadratı müsbətə çevriləcək və böyüyəcək də, yəni 0-dan böyük olacaq. Məsələn, mənfi 1 də versəm, mənfi 1-in kvadratı 1 eləyir, amma 0-ın kvadratı 0 eləyir. Mənfi 5-in kvadratı 25 eləyir, amma 0-ın kvadratı 0 eləyir. Yəni 0 bütün ədədlərdən A kvadratında, yəni kiçik olacaq. Ona görə də A-ya 0 verirəm. 0-ın üstünə 2 gəlirik 0. 2-ni kuba yüksəldirəm 8 və 43-dən 8 çıxıram. Doğru cavab olur. Deməli 35. Yəni bu ifadənin ən böyük qiyməti 35-ə bərabərdir. Baxaq növbəti suala. Yüzəşdad ədədini bu ədədləri ilə tərs mütənasib hissələrə böldükdə alınan ən kiçik ədədi tapın. Tərs mütənasib hissələrə böldüyünə görə, bax bu şəkildə yazıram. 3-də 1x, 4-də 1x, 6-da 1x. Yəni tərs mütənasib hissələrə böləndə biz bunları kəsr şəklində yazırıq və bunların cəmi yüzəşdada bərabər olmalıdır. Ortaq məxrəc deməli bunların hər birinə 24-dür. 12 də vermək olar. 12-dir. 12-ni 3-ə böləndə 4x, 12-ni 4-ə böləndə 3x, 12-ni 6-ya böləndə 4x. 2x yüzəşdad. 4x, 3x, 7x üstünə 2x də gələndə 9x bölü 12 bərabərdir 180. 9 ilə 180 ixtisar gedir. Burada 20 qalır və 20-ni də 12-yə vururam çarpaz şəkildə. Olur 240.
Alınan ən kiçik ədədi bizdən soruşur. Ən kiçik ədəd təbii ki, burada 6-da 1 x-də alınacaq. Yəni 6-da 1-i aldığım x-in qiymətinə 240-a vururam. İxtisar gedir və cavab qalır 40. Ən kiçik ədəd. Deməli, burada 40-dır. Doğru cavab B variantı. 5-ci də ifadəsini sadələşdirin. Burada 32 2 üstü 5 kimi yazmaq olar. X-in kubu üstə gəl. 18-i 9 vur 2 kimi yazıram. Burada da x-in kubu çıxılsın. 50-ni 25 vur 2 kimi yazıram. X-in kubu. Deməli, bunların hər birindən bu 32-ni də 16 vur 2 kimi yazaq. 16-dan 4 çıxır. 4-ü 5-ə vuranda 20. X kubundan da 1x çıxır. 1x qalır kökün içində. Yəni çıxa bilmir. Kökdə 2x qaldı. Üstə gəl. 9-dan 3 çıxır. X kubundan 1x çıxır. 2x yenə qalır kökün içində. 25-dən 5 çıxır. Bir dənə də x çıxır. 2x qalır yenə kökün içində. Hesablasaq, gördüyünüz kimi hər birinin kökü, yəni bu hissələri eyni olduğuna görə bunları biz toplayıb çıxa bilərik. 20-nin üstünə 3 gələndə 23, 23-dən də 5 çıxanda 18, x kök hətta 2x qalır doğru cavab. A variantı. Növbəti 6-cı sual ifadəsinin qiymətini hesablayın. Çevirirəm düzgün olmayan kəsrə. 3-də 3 2-yə varanda 6 üstünə də 1 gəlirəm 7 vurulsun. Düzgün olmayan kəsrə çevirirəm 7-də 7-nin 4-ə vuranda 28 üstünə 2 gəlirəm 30 çıxılsın. Bunları mənfinin mötərizə xaricdən çıxardıb 1 hesablamaq olar. Bax, mənfini çıxartdım. 3 tam 38-də 25. Üstə gəl 4 tam 38-də 33. Bunu bir yerdə hesablayaq. 7-lər ixtisar gedir. 3 ilə də 30 ixtisar gedir. Burada 10 qalır. 10 çıxılsın. Bu oranı hesablasaq. 3-ün üstünə 4 gələndə 7. 38 tam 25-in üstünə 33 gələndə 25-in üstünə 33 gələndə deməli 8, 58 bərabərdir. 10 çıxılsın. 38 ilə 58-i biraz ixtisar eləyək. 19-da 29. Bunu da deməli düzgün olmayandır da. 29-u 19-a böləndə 1 tam. 1 tamı gəlirəm 7-nin üstünə olur 8 tam 19-da. 29-a 19 çıxanda 10. Və 10 tamı 9 tam 19-da 19 kimi yazıb ondan 8 tam 19-da onu çıxıram. Qalır 1 tam 19-da 9. Doğru cavab B variantı. Növbəti suala baxsaq, deməli 7-ci sualda deyir 8-ə böldükdə qalıqda 6, 12-yə böldükdə qalıqda 10. Deməli, bir ədədi 8-ə böləndə qalıqda 6. 12-yə böldükdə qalıqda 10, 18-ə böldükdə qalıqda 16 alınan ən kiçik natural ədədin rəqəmləri cəmini bizdən istəyir. Gəlin biz əvvəlcə həm 8-ə, həm 12-yə, həm 18-ə bölünən ən kiçik ədədi tapaq. Ən kiçik ədədimiz, yəni əkobunu tapacağam. 8-in, 12-nin və 18-in əkobunu tapıram. Eləyir deməli, 2 ortaqdır da. 2-ni çıxartsaq 4, 6. Vurğulara ayırsaq 4, 2, 2, 1. 12-ni də ayırsaq 2, 6, 2, 3, 3, 1. 18 də vurğulara ayırsaq 2, 9, 3, 3, 3, 1. Böyüyünü götürürəm əkob üçün. Böyüyündə olmayanları vuracam. 3 var. Böyüyündə 2 dənə 2 yoxdur. 2 dənə 2 burada artıqdır. Yəni 4-ə vuracam. Olacaq 72. Deməli 72 həm 8-ə, həm 12-yə, həm də 18-ə tam bölünür. Amma bizə deyir ki, hər birində, yəni 8-ə böləndə qalıq 6 qalsın, 12-yə böləndə qalıq 10 qalsın, 18-ə böləndə qalıq 16 qalsın. Hər dəfə fikir verin, nə qədər çatışmır. Yəni 8-dən bax 6-nı çıxın qalığı 2, 12-dən 10-u çıxın 2, 18-dən 16-nı çıxın 2. Yəni hər dəfə 2 vahid çatışmır ki, bu tam bölünsün də bizə verilən ədədə. Deməli onda 72-dən 2-ni çıxıram. Deməli 70 imiş bu ədəd. 8-ə böləndə qalıqda 6 qalıb, 12-yə böləndə qalıqda
10 qalıb və 18-ə böləndə qalıqda 16 qalıbdır. Bu da 70-dir. 70-in rəqəmləri cəmi 7 + 0 bərabərdir 7-yə. Doğru cavab A variantı. Baxaq növbəti suala. İfadəsini sadələşdirin. 5x kvadrat + xy + x, y kvadrat + 5y + x. Sual səhv eləmirəmsə belədir. Düzdür, biraz yaxşı görsənmir. Yəqin ki, belədir. Bir dənə suala mən baxım. Aha, indi nə edəyəm? Sürətdən x-i mötərizə xaricinə çıxardacağam. Qalacaq 5x + y + 1. Məxrəcdən də y-i mötərizə xaricinə çıxardacağım. Qalacaq y + 5x + 1. Baxın, indi sürətdəki ilə məxrəcdəki eyni ədəddir də. İxtisar gedir. Onda cavab qalır elə x + y. Məsələn, belə. Doğru cavab A variantı. Növbəti 9-cu sualda çoxluqlara aid, deməli, A, B çoxluqları üçün A-nın elementlərinin sayını verib, B-nin elementlərinin sayını verib, A-nın B-dən fərqli elementlərinin sayını verib, B-nin A-dan fərqli elementlərini bizdən soruşur. Bax, çoxluqdur. Bir dənə göstərək, görsel olaraq Euler-Venn diaqramında. Deməli, A-nın elementlərinin sayı, yəni bura 36 dənədir. B-nin elementlərinin sayı, yəni bu hissə 39 dənə element var. A-nın B-dən fərqli elementləri, yəni 18 dənə A-nın B-dən fərqli elementi var. Onda biz A-nın elementlərinin sayından, yəni 36-dan 18-i çıxsaq, taparıq ki, 18 dənə də B ilə kəsişməsində element var. Onda B-nin A-dan fərqli elementlərin sayını tapmaq üçün də B-nin elementlərinin sayından, yəni 39-dan 18-i çıxacaq. 21 dənə də deməli B-nin A-dan fərqli elementi var. Doğru cavab A variantı. 10-cu sual. ABC çoxluğunda ABC üçbucağında A, B, C. AB 5-dir, BC 7-dir. Bucaq A, B, C onun ən böyük bucağıdır. Bax, bu bucaq ən böyük bucağıdır. Üçbucağın AC tərəfinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Deməli, AB bərabərdir 5-ə, BC 7-dir. ABC, yəni B bucağı onun ən böyük bucağıdırsa, deməli B bucağının qarşısında duran tərəf onun ən böyük tərəfdir. Çünki üçbucaqda böyük bucaq qarşısında böyük tərəf durur. Üçbucaq bərabərsizliyinə əsasən deyə bilərik ki, x digər iki tərəfin fərqindən böyük, digər iki tərəfin cəmindən kiçik olmalıdır. Onda bura 2-dir, burada 12-dir. Deməli, x 2 ilə 12 arasında qiymət alacaq. 2 ilə 12 arasında üçbucağın AC tərəfindən ala biləcəyi tam qiymətlərin cəmini istəyir. Əgər AC tərəfi onun ən böyük tərəfidirsə, deməli həm 5-dən, həm də 7-dən böyük qiymətlər alacaq. Yəni 8-dən başlayacaq onun alacağı qiymətlər. 8, 9, 10 və 11-i ala bilər. 20, 30, 38-dir bunun cəmi. Doğru cavab B variantı. Baxaq növbəti suala. Növbəti 11-ci sualda deyir ki, AOB bucağı 140 dərəcədir. AOB, yəni bütöv bu bucaq 140 dərəcədir. AOC-nin COB-yə nisbəti 3-ün 4-dədir. Yəni AOC, bura 3x-dırsa, COB, yəni bu hissə 4x-dir. Onda bunların cəmi, yəni 3x-dən 4x-in cəmi 7x bərabərdir. Təbii ki, AOB bucağına 140 dərəcədir. X onda 20 dərəcədir və bunların biz bucaqlarının onda neçə dərəcə olduğunu deyə bilərik. 3x 3-20-yə vuranda bura 60 dərəcədir onda. 4x 4-20-yə vursam bu ümumi COB 80 dərəcə olacaq. OD şüası COB-nin təm bölənidir. Onda deməli təm bölübsə, yarı bölüb də 80 dərəcəlik bucağı 40 bura düşür, 40 da bura düşür. AOD bucağını bizdən soruşur. AOD, yəni bu bucağı. 40-ın üstünə də 60 gəlirəm, 100 dərəcə. Doğru cavab C bənd. Növbəti sual 12-də ifadəsinin qiymətini hesablayın. Bunu verib də bizə. Aha. A kvadratı plus B kvadratını köməkçi müxtəsər vurma düsturuna əsasən A çıxı B-nin kvadratı plus 2AB kimi yaza bilərəm. Niyə belə yazdım? AB asilini tapmaq üçün. A çıxı B-nin qiymətini bilirəm axı. A çıxı B-nin qiymətini yerinə qoyuram. 5-in kvadratı 25 plus 2AB bərabərdir 43-ə. 2AB bərabərdir 43-dən 25 çıxıram.
18-ə. AB də bərabərdir 9-a. Sonra AB-nin tabandan sonra bizdən istədiyi müxtəsər vurma düsturunu açıram. A kvadratı plus 2AB plus B kvadratıdır. A kvadratı plus B kvadratının qiymətini bilirəm. 43-dür. 2AB-nin də qiymətini bilirəm. Burada tapmışdım. 18-dir. Plus 18. O da bərabərdir. 11, 61 olur doğru cavab. E variantı. Növbəti sual 13-də ifadəsinin qiymətini hesablayın. A kvadratı, bax, A kvadratı çıx 6A plus 9-un əvəzinə yaza bilərəm. A çox 3-ün kvadratı, daha doğrusu A üstə göl 3-ün kvadratı müxtəsər vurma düsturuna görə. Çıx burada da B kvadratı var. Çıx B kvadratı. İndi A üstə gəl B-yə bir x kimi baxsam, B-yə bir y kimi baxsam, x kvadrat çıx y kvadratı müxtəsər vurma düsturuna əsasən mən bunu A üstə gəl 3 çıx B, A üstə gəl 3, üstə gəl B kimi yaza bilərəm. Və A-nın B-nin qiymətlərini bilirəm də. Burada çıxılmasıdır. A-dan B-ni çıxacam. 60 tam 4-də 3-dən çıxıram. 36 tam 4-də 1-i. Üstünə gəlirəm 3. Burada isə toplayıram. 60 tam 4-də 3-ün üstünə 36 tam 4-də 1 gəlib. Üstünə 3 gəlir. 60-dan 36 çıxanda 4, 24 tam 4-də 3-dən 4-də 1 çıxanda 4-də 2, üstə gəl 3. Burada isə 60-ın üstünə 36 gəlirəm 96, 4-də 3-ün üstünə 4-də 1 gəlirəm 4-də 4, üstə gəl 3. 4-də 4 elə 1 deməkdir. Onu da 96-ın üstünə gələndə 97 eləyir. 97-nin üstünə 3 gələndə eləyir 100. Bu isə 100 elədir. Burada da 24-ün üstünə 3 gəlirəm 27. 4-də 2-ni də ixtisar eləyə bilərəm də 2-də 1. Bu da eləyir 100 vurulsun. Bunu düzgün olmayan kəsrə çevirsəm 2-də, 2-ni 27-yə vuranda 14 bir yadda 54, 54-ün üstünə də 1 gəlirəm 55. İxtisar eləsəm 2 ilə 100-ü ixtisar eləyirəm 2-yə, burada 50 qalır. 50-ni də 55-ə vuranda 0, 5-i 5-ə 25, burada 27. 2750 olur doğru cavab. Belə göstərim misal tam olaraq. 2750. Doğru cavab C variantı. Baxaq növbəti suala. Hamısını işlədim. Aha. Növbəti 14-cü sualda bir hədisinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Əvvəlcə bu bir hədini biz standart şəklə gətirməliyik, ondan sonra baxacaq. Deməli, 3 tam 3-də 1-i düzgün olmayan kəsrə çevirsək, 3-də 3-ü 3-ə vururam, 9 üstünə 1 gəlirəm 10. 3-də 10, üstü 4. Ayrı-ayrı qüvvətlər kimi hamısını yazacağam. A üstü 8-in üstü 4. Qüvvətini tapanda qüvvətlər bir-birinə vurulur. 8-i 4-ə vururam 32. B üstü 5-i 4-ə vururam 20. 0 tam 10-da 3-ü də 10-da 3 kimi yazacağam. Üstündə 5. A-nın üstü 5. B-nin üstü də 3-ü 5-ə vururam 15. İndi burada 10 üstü 4-dür. Burada 10 üstü 5-dir. Təbii ki, bir dənəsi qalacaq. Burada da 3 üstü 4-dür. Burada 3 üstü 5-dir. Bir dənəsi qaldı da. 10-da 3 qaldı bir dənə. A üstü 32-ni A üstü 5-ə vuranda, əsaslar eyni olanda, qüvvətlər bir-birinə vursansa, qüvvətlər toplanır. 32-nin üstünə 5 gəlirəm, 37. B üstü 20-nin üstünə 15 gəlirəm, 35. Belə, standart şəklə gətirmiş olduq. Bir hədlisinin qüvvəti əmsalından neçə böyükdür? Bir hədlinin qüvvətini gəlin hesablayaq. 37-nin üstünə 35 gələndə bu bir hədlinin qüvvətini əldə eləmiş oluruq. 12 bir yadda, 6, 72 bir hədlinin qüvvətidir. Əmsalı isə 10-da 3-dür. Neçə dəfə böyük olduğunu tapmaq üçün 72-ni 10-da 3-ə bölürəm. Onda 72-ni 3-də 10-a vururam. 3 ilə 72 ixtisar gedir, 24 qalır. 24 də 10-a vuranda 240. Deməli 240 dəfə böyükdür. Doğru cavab A variantı. Sonra növbəti 15-ci məsələdə deyir ki, MNK üçbucağında NP tənböləndir. MN 12-dir. NK 18-dir. MK, yəni bu hissənin ümumi uzunluğunu 20 veribdir. MP'nin uzunluğunu bizdən istəyir. Tənböləndi də bucağı yarı bölüb, yəni. MK 20-dirsə, MP x-dirsə, burada 20-x olacaq. Və biz tənbölən xəstəsini əsasən bilirik ki, bu zaman bu tərəflərin nisbəti, yəni yan tərəflərlə tənbölənin oturacaqdan ayırdığı parçaların nisbətləri bərabər olur.
Yəni 12-nin x-a nisbəti bərabərdir 18-in 20-x-a nisbətinə. Bu nisbət tənbiləndə xassədir. 12 ilə 18-i biraz ixtisar eləyim 6-ya. Burada 3 qalır, burada 2. İndi 2-ni 20-x-a vuracam. Eləyəcək 40-2x. 20-ni 3-ə vuracam. 20-ni x-i 3-ə vuracam 3x. 2x keçir 3x-in yanına toplanır. 5x bərabərdir 40-a. X də bərabərdir 40-ı 5-ə bölündə 8-ə. Deməli, MP-ni x götürmüşdük də. Bizdən də MP-ni istəyir. Ona görə də cavab 8. Doğru cavab E variantı. 16-da ədədlərini müqayisə edin. Deməli, ədədlərini necə müqayisə edək? Hər birinin gəlin, baxaq. Bir dənə 3 üstü 100 budur. 2 üstü 150-dir də bu. Hər birinin qüvvətlərini eyniləşdirmək istəyirəm. Neçəyə gətirə bilərəm? 50-yi gətirə bilərəm də qüvvətlərini. Bunu 3-ün kvadratının üstə 50 yazsam, 2 üstü 150-ni 2-nin kubunun üstə 50 yazsam, 49-u da 7-nin kvadratının üstə 25 yazsam, bu 3-ün kvadratı 9 eləyir. 9 üstə 50 olur. Bu 8 üstə 50 olur. Bu isə burada necə vurmalıyam? 7 üstə 50 olur. 25-ə vurdum. Və qüvvətlər eynidir. Onda əsaslarını müqayisə eləmək kifayətdir. Hansının əsası böyükdürsə, təbii ki, onun üstü 50 daha böyük olacaq. 9 ən böyük olduğuna görə A ən böyükdür. 8 sonra gəldiyinə görə B ortada. S isə ən kiçik ədəddir. A, B, S. Doğru cavab E variantı. Baxaq növbəti suala. 17-də hasili 72 olan 2 natural ədədin cəminin mümkün olan ən kiçik qiymətini tapın. Hasili 72 olan 2 natural ədədin cəminin. Baxaq görək hansı ədədlərin hasili 72-dir. 1 ilə 72, 2 ilə 36, 3 ilə deməli 24, 4 ilə 4-ə bölünür də 18, 5-ə bölünmür, 6 ilə 12 bölünür də 6 ilə 12, sonra 8 ilə 9. Bunların hasili 72-dir. Ədədinin cəminin mümkün olan ən kiçik qiyməti. Ən kiçik qiymət elə bu sonuncudadır da 17. Digərləri daha böyükdür. Doğru cavab A variantı. Növbəti ştrixlənmiş hissələrə uyğun ifadəni müəyyən eləməliyik. Hara ştrixlənib? A-nın B-dən fərqli olan hissələri. Bax, görürsünüz, B-ni fərqli verib də. A-nın B-dən fərqli olan hissələri, yəni belə bir variant. Burada isə B ilə C-nin kəsişməsidir. Deməli, A-nın B-dən fərqli olan hissələrini birləşdiriblər B-nin C-ilə kəsişməsindən. Elə budur da variant. Burada da B-nin C-ilə kəsişməsidir. Ortada da birləşməsi. Növbəti 19-cu sual. ABC üçbucağında C bucağı 90 dərəcədir. Gəlin belə çəkək onda. A, C, B. C bucağı 90 dərəcədir. AC 4-dür. BC 8-dir. Tangens bucaq CAB-nin CAB-nin, yəni bu bucağın tangensinin, tangens bilirik ki, düzbucaqlı üçbucaqda qarşıdakı katetin biçik katetə nisbətdir. Qarşıdakı katet CB-dir, biçik katet AC-dir. Yəni 8-in 4-ə nisbətidir CAB bucağının tangensi. Bölünsün CBA bucağının, CBA, yəni bu bucağın, beta bucağının kosinüsünə. Kosinüsü isə biçik katetin hipotenuza nisbətdir. Amma hipotenuzu bilmirəm, amma Pifaqor teoreminə görə tapa bilərəm. Gəlin Pifaqora görə tapaq. 4-ün kvadratı plus 8-in kvadratı. 16 plus 64, o da eləyir 11 yerdə 70, 80. Kök həddə 80. Onda deməli, beta bucağının kosinüsü da olacaq kök həddə 80. Yəni, deməli, kosinüsünü yazırdım da elə. Onda biçik katetin, yəni 8-in kök həddə 80-a nisbəti. 8-lər burada ixtisar gedir. Kök həddə 80 sürətə qalxır. 4-də məxrəcə düşür. Kök həddə 80-ı deməli 16 vur 5 kimi yaza bilərəm. 16-dan da 4 çıxır. 4 kök həddə 5 böl 4. 4-də ixtisar gedir və cavab qalır kök həddə 5. Doğru cavab E variantı. Baxaq növbəti suala.
Növbəti baxaq, deməli 20-ci məsələyə. 2%li duz məhlulundakı suyun 40 qramı buxarlandıqdan sonra duzluluğu 2,5% oldu. Məhluldakı duzun kütləsini tapın. 2%li duz məhlulunda suyun 40 qramı buxarlandı. Bax, belə yazaq. 2%li duz məhlulumuz var. Bilmirəm çəkisi nə qədərdir. X götürürəm. Deməli, buxarlandı bundan 40 qram su. Suyun da faizi təbii ki 0%dir. Və duzluluq nə qaldı? 2,5% qaldı. Burada da təbii ki buxarlanandan sonra kütlə 40-x qalacaq. Onda 2-ni x-ə vururam. 2x üstəgəl 0-ı 40-a vuranda doğrusu çıxılsındır. 0-ı 40-a da vuranda elə 0 edir. Yəni yazmağın mənası yoxdur. 2,5-i vururam. X çıxır 40-a. Hesablasam 2x bərabərdir. 2,5-i x-ə vuranda 2,5x çıxılsın. 2,5-i 40-a vururam. 0-dan vergül gedir. 25-i 4-ə vuranda 100-ə. 2,5-dən 2 çıxanda 0,5x bərabərdir 100-ə. X də bərabərdir. 1000-i bölürəm 5-ə. 200. Tapdım ki, deməli, məhlulumuzun çəkisi 200 qramdır. Məhluldakı duzun kütləsini istəyir. Yəni, əvvəlki məhluldan söhbət gedir. 200 qramın 2%li duz olduğuna görə 200-ün 2%-ni hesablayıram və qalır 4 qram. Deməli, 200 qramın 4 qramı duz idi. Doğru cavab A variantı. Baxaq növbəti suala 21-ə. Ədədlərinin hasilinin standart şəkildə yazılışında qiymətli hissəli tərtibin cəmi. Hasilini deyirsə, gəlin hasilini tapaq əvvəlcə. 24 vurulsun 10 üstü 20-ni vururam 5000-ə. 24-ü 5-ə vuranda 0, 2-yə də 120 vurulsun. Burada 1000-dir də, yəni 10 üstü 3-dür. 10 üstü 3-ü 10 üstü 20-yə vuranda 10 üstü 23 qüvvətlər toplanır. Və biz bilirik ki, standart şəkildə yazılışda qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Burada 120-dir. Bunu 1 ilə 10 arasına gətirmək üçün 1,2 vurulsun 100 şəklində yazıram. 1,2-ni 100-ə vuranda 120 eləyir də. 100-ü də onun kvadratı kimi yazacağam. Onun kvadratını 10 üstü 23-ə vuranda 10 üstü 25 eləyir. Elə bunu bir yerdə 10 üstü 25 yazıram. Və qiymətli hissə ilə tərtibin cəmi. Qiymətli hissə 1,2-dir. Tərtibimiz də 25-dir. Toplasaq 26,2. Doğru cavab B variantı. Baxaq növbəti suala 22-yə. 32-dən kiçik 3-ə bölünən natural ədədlər çoxluğu üçün təkliflərdən hansı doğrudur? 32-dən kiçik 3-ə bölünən natural ədədlər çoxluğunu gəlin yazaq. Elementləri 3, 3-ə bölünənlər 6, 9, 12, 15, 18, 21, 24, 27, 30. Bunlardır da 32-dən kiçik 3-ə bölünən ədədlər. Ədədi ortası 18-dir. Hamısını toplayıb sayına bölməliyəm. Toplasaq, deməli, elə toplayaq ki, asan olsun. 30 burada qalıb. 27 ilə 3-ü toplayıram 30. 24 ilə 6-nı toplayıram 30. Sonra 21 ilə 9-u toplasam 30. 18 ilə 12-ni toplasam yenə 30. Bir dənə də 15. Neçədən 30 var? 1, 2, 3, 4, 5 dənə 30-um 150, üstünə də 15 gələndə 165. 165-i bölürəm sayına. Neçə dənə ədəd var? 2, 4, 6, 8, 10 dənə. Bölürəm 10-a. Eləyir 16,5. 16,5-dir. Ədədi ortası 18-dir. Deməli, bu səhvdir. Çünki 16,5-dir ədədi ortası. Modası yoxdur. Moda nədir? Ən çox təkrarlanandır. Düzdürmü? Burada təkrarlanan təbii ki, heç bir ədəd olmadığına görə modası yoxdur. Bəli, bu doğrudur. İkinci doğrudur. Üçüncüyə baxsaq, medianı ədədi ortasına bərabərdir. Medianı. Median deməli nədir? Bu ədədləri kiçikdən böyüyə düzlükdə sağdan və soldan eyni sayda ədədə ayırırıq. Ortadakı ədəd tək sayda, ortadakı ədəd bir dənə qalırsa median həmin ədəddir. 2 dənə qalırsa cəminin yarısıdır. Gəlin sağına soluna baxaq. Deməli, 4 dənə buradan ayırsam, 4 dənə də buradan ayırsam, ortada 2 dənə ədəd qalır. 18 ilə 15.
Onun 18 ilə 15-i toplayıb 2-yə bölürəm. Eləyir 13 bir yadda 33 bölünsün 2, 33 2-yə bölündə 16,5. Bəli, həqiqətən də median deməli ədədi ortaya bərabər oldu. Deməli bu da doğrudur. Üçüncü doğrudur. 2 və 3 doğrudur. Doğru cavab A variantı. Baxaq növbəti suala. İfadəsinin qiymətini hesablayın. Deməli, biz əvvəlcə bunu sadələşdirməliyik. Burada gördüyünüz kimi 2 qat radikaldır. 2 qat radikal nədir? Yəni kökün içində gördüyünüz kimi yenə də kök var. Bunu necə kökdən çıxarda bilərik? Əgər bizim ifadəmiz A üstəgəl 2 kök hətta B şəklindədirsə, biz bunu çox rahatlıqla kökdən çıxarda bilərik. Amma bizdə gördüyünüz kimi, yaxud da çıxdı burada, fərqi yoxdur. Burada gördüyünüz kimi bizdə 8-dir. 8-i biz 2 eləməliyik də, yəni 2 olmalıdır orada. 2 olması üçün 8-i 4 vur 2 kimi yazıram və 4-ü kvadrata yüksəldib kökün içinə salıram ki, qarşıda ancaq 2 qalsın. Olacaq onda belə. 22 çıxılsın. 2 kök altda 4-ün kvadratı 16. 16-nı da 6-ya vururam. 96. Belə. Artıq gördüyünüz kimi bu vəziyyət alındı. Bu vəziyyətə gətirəndən sonra elə M və N ədədi tapırıq ki, onun cəmi A-ya, hasili isə B-yə bərabər olsun. Baxaq. Biz, yəni bizim misalımıza görə elə M ədəd tapıram ki, cəmi 22 olsun, hasili də 96 olsun. Hansı ədədlər ola bilər? Deməli, bir dənə baxaq. 96-nın vuruqlarına baxsam, 2, 48, 2, 24, 2, 12, 2, 6, 2, 3, 3, 1. Deməli, onu da baxaq da. 8 vurulsun. 8-in üstünə 4, 12 gəlsəm, yox, 20 eləyir. 22 eləmədi. Belə vursam, 16-nın üstünə 6 gəlsəm, 22 eləyir. Bəli. Deməli, onda 16 ilə 6-dır. Deməli, həmin ədədimiz 16 və 6-dır. Onda biz bunu yaza bilərik. Kök altda 16 çıxılsın. Kök altda 6-nın kvadratı kimi yazırıq və köklə kvadrat gedir. Qalır kök altda 16 çıxılsın. Kök altda 6. Kök altda 16-dan da 4 çıxır. 4 çıx kök altda 6 və gördüyünüz kimi artıq 2 qat radikalı kökdən çıxartmış olduq. Birinci hissəyə isə baxsaq, birinci hissəmiz belədir. 8 üstəgəl kök altda 24. 24-ü 4 vur 6 kimi yazsam, 4-dən 2 çıxır da kök. 2 kök altda 6 qalır. Bu 2-ni də mötərizə xaricinə çıxartsam, 4 plus kök altda 6 eləyir. Aha, bu hissəni biz hesabladıq. 4 çıx kök altda 6-dır. Bax, A üstəgəl B, A çıx B. Müxtəsər vurmasına görə bir-birinə vuranda 2 vurulsun. 4 4-ə vuram 16 çıx. Kök altda 6-nı 6-ya vurur. Kök altda 6-ya vuranda 6. Və 2-də 16-dan 6 çıxanda 10. 2-ni də 10-a vuranda cavab edir 20. Doğru cavabımız 20-dir. Baxaq 24-ə. Boş hovuz bir boru ilə 6 saata dolur. İkinci boru ilə isə tam dolu hovuz 8 saata boşalır. Su ilə tam dolu hovuzda ikinci borunu açdıqdan 2 saat sonra birinci borunu da açdılar. Hovuz neçə saata dolar? Birinci boru boş hovuzu 6 saata doldurursa 1 saata işin 6'da 1 hissəsini görür birinci boru. İkinci boru deməli 8 saata boşaldırsa 1 saata deməli 8'də 1 hissəsini boşaldır. Su ilə tam dolu hovuzda ikinci borunu açıblar. 2 saat ikinci boru işləyibdi. Su ilə tam dolu hovuzda. Deməli, hovuzumuz tam doludur. Tam doludur. 2 saat ikinci boru tək işləyibdi. Yəni, boşaldıbdı da ancaq. 2 saata ikinci boru 2 vurulsun 8'də 1. Yəni, suyun 4'də 1'ini boşaldıbdı. İxtisar elədim də 4'də 1'ini. Nə qədəri qalıbdı? Yəni, hal-hazırda birinci boru təzədən doldurmağa başlayanda çənin 4'də 1'i artıq boşalıbdır. Çənin 4'də 3'ü doludur. Çənin 4'də 3'ü doludur. Və birinci boru başlayır doldurmağa. 6'da 1 saata 6'da 1'ini doldurur. İkinci boruda başlayır boşaltmağa. Boşaldır deyə çıx yazıram. Və 1 saata 8'də 1'ini boşaldır. Hər ikisi neçə saat işləməlidir ki,
hovuz 4/1-i boşalmışdı. Nə qədər qalmışdı? 4/3-ü. Yəni hovuzun 4/3-ü deməli, ə, 4/3-ü dolmuş olsun. Hesablayaq. X vurulsun. Ortaq məxrəc 24. 24-ü 6-ya böləndə 4. 24-ü 8-ə böləndə 3. 4-dən 3 çıxanda 1 bərabərdir 4/3. Burada deməli 24 ilə 4 ixtisar gedir, 6 qalır. Tənasüblə də 6-nın x-i tapanda 6-nı vururuq 3-ə 18. Deməli 18 saata hovuz dolmuş olacaq. Növbəti 25-ci məsələyə baxaq. Deməli burada qamma bucağını 70 dərəcə verib, beta bucağını 150 dərəcə verib. Beta bucağı 150 dərəcədirsə, bunun qonşu bucağı 30 dərəcədir. Bu alfadırsa, bu ondan qarşılıqlı bucaq olduğuna görə bu da alfadır. Və alfa bucağını bizdən istəyir. Şəkil bu şəkildə olanda bu qamma bucağı bu alfa ilə bu betanın qonşu olan 30 dərəcəlik bucağın cəminə bərabər olur. Qammanı da bizə 70 veribdir. Onda alfanı tapmaq üçün 70-dən 30-u çıxırıq, 40 dərəcə olur. Doğru cavab 40 dərəcə. Növbəti 26-ya baxaq. Buranı silim. 26-da deyir ki, m natural ədədini 8-ə böldükdə qalıqda 5 qalır. Deməli, qismətə 0 versəm, m-i tapmaq üçün 0-ı 8-ə vurub üstünə 5 gələcəm. Yəni, m-in ən kiçik qiyməti 5-dir. Onu gətirib burada m-in yerinə 5 qoyuram. 5-in kvadratı 25, 5 vurub 5, 25, üstə gəl 29. 50, 79 bölürəm 8-ə. 9 dəfə düşür 72, qalıq qalır 7. Deməli, qalığımız olacaq 7. Burada yəni qismətə neçə versiz verin, onsuz da cavab eyni olacaq. Sadəcə 0 ona görə veririk ki, m-in ən kiçik qiymətini tapaq da daha kiçik rəqəmlərlə işləmiş olaq ona görə. Baxaq növbəti səhifəyə 27-yə. Uyğun tərəfləri perpendikulyar olan alfa və beta bucaqları üçün uyğunu müəyyən edin. Uyğun tərəfləri perpendikulyar olan alfa və beta bucaqları eyni adlıdırsa, bir-birinə bərabər, müxtəlif adlıdırsa, cəmi 180 dərəcədir. Onda alfa 42-dirsə, indi bilmirəm də eyni adlıdır, yoxsa müxtəlif adlıdır. Bir halda baxaq ki, eyni adlıdır. Eyni adlı olsa, onda beta da 42 olacaq. 1-ə bəs müxtəlif adlı olsa, 180-dən 42-ni çıxaram. 8, 138. Yəni, D bəndi də uyğun gələ bilər. İkinci, alfanın 74-ün fərqi betadırsa, burada deməli, eyni adlıdan söhbət gedə bilməz. Ona görə bu ancaq müxtəlif adlıya baxırıq və alfa çıx 74, betanın da əvəzinə yazıram 180 çıx alfa. Çünki alfa ilə betanın cəmi 180-dir axı. 2 alfa bərabərdir. 180-ın üstünə 74 gəlirəm. 254. Alfa da bərabərdir. 254-ü 2-yə bölürəm. 127. Onda betanı tapmaq üçün, deməli, beta 180 çıx alfa idi axı. 180-dən çıxıram 127-ni və qalır 3, 63. Deməli, beta, daha doğrusu düz çıxmadıq, 53, bir onluq götürmüşük. Beta olur 53, o da B bəndi. Yəni, 2 uyğun gəlir B. Üçüncüdə alfa 136-dırsa, beta ya ona bərabərdir, ya da cəmləri 180-dir. Betanın 136 olan variantı yoxdur. Deməli, onda ikinci variantı da baxacağım ki, cəmi 180 olsun. Və 180-dən çıxacam 136-nı, qalacaq, deməli, 44. O da A bəndinə uyğun gəlir. 3-ə də A. Bu şəkildə uyğunluğumuzu yazmış olduq. Baxaq növbəti situasiya məsələlərinə. Deyir ki, mağaza 100 manata fermerdən 500 kiloqram qarpız aldı. Qarpızların dağılmaması üçün onlara taxtadan ABC düzbucaqlı formasında yer düzəltməyə qərarı aldılar. Deyir ki, taxtanın 1 metrinin qiyməti 1 manat 50 qəpikdir. Birinci gün qarpızların ümumi kütləsinin 70% satıldı. Bu bizim məlumatlarımız. Görək indi məsələlərdə nə istəyir, onlara uyğun baxaq. 28-ci məsələdə deyir ki, 28-ci məsələdə deyir ki, bu üçbucağın katetləri 3 və 4-dür. Gəlin həmin taxtanı, yəni düzbucaqlı formanın taxtanı belə çəkək. Katetləri 3-dür, 4-dür. Hər tərəfə 2 sıra taxta işlənərsə,
sərf olunan taxtalara ödənilən pulun miqdarını hesablayın. İtki nəzərə alınmır. 3 4-dürsə, burada 5-dir də. Pythagoras teoreminə görə 3-ün kvadratı plus 4-ün kvadratı 25 eləyir. Hər tərəfə 2 sıra taxta işlənir. Aha. Taxtanın 1 metrinin qiyməti 1 manat 50 qəpikdir. Başqa məlumat bizə lazım deyil hələ ki burada. Deməli, hər tərəfə 2 sıra taxta işlənir də. Yəni, burada belə 2 sıra, burada 2 sıra, burada 2 sıra. Cəmi görək bizə neçə metr taxta lazımdır? 3 metr bura, 4 metr bura, 5 metr bura. 3, 4, 5. Yəni, perimetrimiz olur 7, 12. Axı 2 sıra işlədirəm hər tərəfə. 12-ni ona görə 2-yə vururam, 24. Deməli, mənə 24 metr taxta lazım olacaq və hər metrinin qiyməti də 1 manat 50 qəpikdir. Onda, deməli, olacaq 24 manat, 24-ü də 50-yə vuranda 0, 2 yadda 120. Yəni, 12 manat da bu eləyir də. Üstünə də 12 manatı gəlsəm, eləyəcək 36 manat. Deməli, mənə taxta üçün, yəni 36 manat pul hesablanıbdır, ödənilibdir. Baxaq 29-cu məsələyə. Digər məsələdə, 29-cu məsələdə isə deyir ki, birinci gün qarpızların 1 kiloqramını 60 qəpiyə satdılar. Satışdan nə qədər pul əldə olundu? Baxaq birdən, birinci gün nə idi? Birinci gün qarpızların ümumi kütləsinin 70% satılmışdı. Ümumi kütləsinin 500 kiloqram qarpız alınmışdı, 70% satılıbdı. 500-ün 70%-i görək nə qədər eləyir? Sıfırlar ixtisar gedir, 350. Deməli, birinci gün 350 kiloqram satılıb və 1 kiloqramı 60 qəpiyə satılıb da. Vururam 60 qəpiyə. Yəni 0,6-ya vururam da, belə deyək. Vergüllə bu getdi. 35-i də 6-ya vuranda 33 yadda, 18-i də 3 yadda 21. Deməli, 210 manat pul əldə olunubdur birinci gün. Baxaq növbəti 30-cu məsələyə. İkinci gün qalan qarpızların 3/2 hissəsinin görə nə qədər qarpız qalıb? Onu tapaq əvvəlcə. 500 kiloqram qarpız var idi. 5 kiloqram qarpız var idi. 350 kiloqramı satıldı birinci gün. 150 kiloqramı qaldı. Onun 3/2 hissəsi, yəni 150-nin 3/2 hissəsi 52-yə vuranda 100. Deməli, 100 kiloqramın 1 kiloqramı 50 qəpiyə satıldı. Deməli, 100 kiloqram qarpız 50 qəpiyə satılıb. Vururam 0,5-ə və tapıram ki, 50 manat pul əldə olunubdur. Digər hissəsini isə 40 qəpiyə. 150 kiloqram var idi da. 100 kiloqramı satıldısa, 150-dən 100 çıxanda 50 kiloqram qalıb. Onu da 40 qəpiyə satıblar. Vururam 40-a. Eləyir 20 manat. 20 manat da bu. Qarpızların hamısının satışından əldə edilən ümumi qazancı taxtalara ödənilmiş pulun miqdarı nəzərə alınmaqla hesablayın. Əldə edilən ümumi qazancı bilməliyik. Buradan 70 manat deməli əldə olunubdur. Birinci gündə 210 manat əldə olunmuşdu. 210-un üstünə 70 gəlirəm. 280 manat deməli qarpızların satışından pul əldə olunub. Bunun 100 manatını qarpız alanda vermişdilər. 100 manata almışdı, yəni alış qiyməti idi. 36 manat da taxtalara sərf olunmuşdu. Toplasaq 136 manat deməli qarpızların maya dəyərindən bu taxtaların düzəldilməsinə sərf olunubdur. 280 manat pul əldə olunubsa, bundan 136-nı çıxıram görüm nə qədər qazanc əldə olunubdur. 4, 7-dən 3 çıxanda 4, 1. Deməli, 144 manat ümumi qazanc əldə olunubdur. Belə, bugünkü OTK sınağında düşən, yəni ikinci qrup blok imtahanında düşən sınaqdakı riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.